Birinci xütbəyə aid olaraq ikinci xütbəni də bu formada davam edirəm. Müasir dünyada bütün bu insanların şəxsiyyəti öz təsirini hal-hazırda buraxıb. Ya nəfsinə əsir olan insanlardır, yuxarı başda oturublar, ya da ki, ağıllı insanlardır. Bugün bunların arasında mübarizə gedir. Bu dünyada bu başlıqlarla bir söz demək olar. Azadlıq qandalları. Qərb hegemoniyası insanların önündə bir sıra yaxşı, xeyirli mövzular və mənalar qoyublar və tələb edirlər. Azadlıq, demokratiya, insan haqları. Öz-özlüyündə çox gözəldir. Amma baxaq, bunun üçün nələr edirlər? Dedikləri bütün o müsbət mənaların əksinə nə varsa hamısını bu dünyada tətbiq edirlər. Ona görə də azadlıq dalıca gəlir qandal. Azadlıq qandala ziddir, zindana ziddir, zəncirə ziddir. Azadlıq deyib insanları qandallayırlar, məhdud eləyirlər, tabe eləyirlər. Demokratiya deyib, demokratiya azad, söz deyib, seçim eləyib, yaşayacaqsınız. Heç kəs sizin başınızın üstündə ağı olmayacaq, amma tam əksidir. Demokratiya üçün ən böyük diktaturanı icra edirlər. Ən böyük diktaturanı bu günləri bəşəriyyət yaşayır. Demokratiya zindanları. Demokratiyanı zindan eləyiblər və bütün xalqları o zindana salırlar. Amma demokratiya mənasının açıqlaması nədir? Yəni, insanlar rahat yaşasın. Bir də qanlı insan haqları. İnsana deyir ki, mən sənə hörmət eləyirəm, haqq verirəm, dəyər verirəm. Nə ilə? Səni öldürməklə. Gəlirəm, səni öldürürəm, deyirəm ki, sənə mən qiymət verirəm. Səni azad eləmək üçün, cəmiyyətinizdə demokratiyanı qurmaq üçün görün başınıza nə müsibəti açacaq. Bunlar hamısı biri-birinə ziddir. Müasir dünya bu təzadlardan təşkil tapıb. Bu da nədən irəli gəlir? Çünki o insanlar özləri, öz daxillərində xarabdılar. Özlərini islah eləyə bilməyiblər. Bütün problem buradan qaynaqlanır. İndi hal-hazırda da o qüdrətin nümayəndəsi, ən bariz nümayəndəsi ki, seçkilərdən öncə dünyada sülh yaradacağını söz vermişdi. Belə deyək, sülh mələyi. Və bu mələk də, biz mələyi adətən ağ bilirik. Bu mələk də ağ deyil, sarıdır. Sarı sülh mələyi. Hansı şüarlarla gəlmişdi? Müharibələri dayandıracağım. Cahana sülh gətirəcəyəm və hələ üstəlik sülh Nobel mükafatını da tələb eləyirdi. Amma ən böyük müharibəni o başladı. Dünyanı elə bir vəziyyətə gətirib çatdırdı ki, dünya 3-cü dünya müharibəsinin astanasındadır. Belə bir vəziyyətdədir. Təəssüflər olsun, tərəfdarları da var. Media da əllərindədir, mətbuat əllərindədir, televiziyalar əllərindədir. Hamısı da pulla, parayla onlara satılıblar. İndi mən qeyri-adi bir şeylər demirəm. Dünyamızın vəziyyəti və mənzərəsi budur.
təəssüflər olsun, acınacaqlı bir vəziyyətdir. Onların da tərəf keçdiyini kim eləyir? Onlar kimi adamlar. Yəni, nəfsinə tabi olmaq istəyən adamlar. Çox nümunə çəkə bilərəm, amma ən bariz nümunəsi indi bu dəqiqə İran İslam dövlətinin müxalifləri. Ya İran vətəndaşı olublar, gediblər Avropaya, Amerikaya yaşamaya, amma onları da səfərbər eləyiblər ki, siz öz dövlətin əleyhinə çıxmalısınız, qiyam eləməlisiniz. Bunlar da daxildə, İranda yaşayanda, yəni bir qismi də əvvəldən köçmüşdü. Sonradan köçənlər var, əvvəldən orada yaşayanlar var. Bunlar İran daxilində çox gözəl yaşayırlar. Mən misal çəkirəm. İndi İran cəmiyyətindən, İran dövlətindən çox danışmaq istəmirəm. Sadəcə olaraq misal çəkirəm ki, dünyamız nə vəziyyətdədir. Çünki hal-hazırda toqquşma mərkəzi buradır. Qərb qüdrəti ilə İran, İslam, Şiə qüdrəti toqquşub və mübarizədədir. Bunun indi səbəblərini araşdırırıq. O sekularların, liberalların ki, bu azadlıq deyirlər, demokratiya deyirlər, insan haqları deyirlər. Amma bunların tam əksinə əməl eləyirlər. Onların tərəfdarları o İran cəmaətidir ki, yaxşı da yaşayırdılar İranda, bollluq, fəravanlıqda yaşayırdılar. Rahat həyat. Kişinin öz yeri var cəmiyyətdə, qadının öz yeri var. Qadın da xanım idi və indi də xanımdır. O çaşdırırlar, deyirlər ki, qadınlara haqqı tapdalanır. Müsəlmanlar kimi, şiyələr kimi qadınları əlinin içində saxlayan bir cəmiyyət yoxdur. Bizi aldatmasınlar. Bizim qadınlar, qızlar xanımdır bizim evimizdə. Örtülmək, onların haqlarının zayə olması demək deyil. Biraz da onları qorumaq deməkdir. Amma bizi çaşdırırlar. Müasir dünya qadınları, məsələn, savadlandırıb. Bəli, müsəlman qadınları da savadlanmalıdır. Elmsizlik, savadsızlıq, bu özü bir afətdir, bəladır. Bu pisdir. Xanımlar, qızlar, qadınlar elmli olmalıdır, savadlı olmalıdır. Eyni zamanda təqvalı da olmalıdır, həyalı olmalıdır, iffətli olmalıdır. Müasir dünya, qərb sivilizasiyası qadına elm, savad verib, amma onun əvəzində nəyin alıb? Təqvasını alıb, imanın alıb, iffətin, namusun, paçlığın alıb, xoşbəxt ailə ocağını ondan alıb. Müasir qadın üçün bunlar yoxdur. Və o insanlar ki, hal-hazırda Trump'ın tərəfini saxlayırlar və çağırırlar onları, o qüdrətləri çağırırlar, gəlin bizim məmləkətə təcavüz edin, hücum edin, dağıdın və bizi azad edin. Azadlıqdan bunların başa düşdüyü nədir? Məsələn, bugün o günahkarlar, nəfsinə tabi olan İrandakı o insanlar gizdin içirlər, gizdin pozğunluğu eləyirlər, fəsadı eləyirlər, istəyirlər onu aşkar eləsinlər. Rahat eləsinlər cəmiyyətdə. Heç kəs onlara bir söz deməsin. Bu, onlar üçün məhdudiyyətdir. O qədər insan, bu zavallı, bədbəxt insan tənəzzül eləyib, alçalıb, öz obasını, məmləkətini, ölkəsini öz nəfsi istəklərinə görə xarabə etməyə razıdır. Bu quldurlar da, o başda oturan quldurlar da bu ölkəyə təcavüz etdi, buranı xaraba qoydu, viran elədi, işğal elədi. O bədbəxtlər ki, elə bilirlər, artıq günahı sabahdan rahat eləyəcək, budur bizim azadlığımız, budur bizim istədiyimiz həyat. Bədbəxtlər bilmirlər ki,
bu günləri etdiyi günahları sabah o quldurlar onlara etməyi hətta qoymayacaqlar. Elə bir səfil və bədbəxt bir vəziyyətə onları salacaqlar ki, onlar bir də xoş gün üzü görə bilməzlər. Təcrübə də bunu göstərir. Hansı ölkəni işğal edirlər, o ölkənin əvvəlki imkanlarını da ələ alırlar, ümumiyyətlə o xalqları məhrum edirlər hər şeylərdən. Özləri başlayırlar əhkam kəsməyə. Kim sözlərinə qulaq asır, onun qabağını qırıntı atırlar. Bizə xidmət elə, gəl, yaxşı yaşayarsan. O insanlar da yaxşı yaşamaq arzusu ilə irəli gedir ki, mən yaxşı xidmət edirəm sizə, mən yaxşı xidmət edirəm sizə, mən daha yaxşı agentəm, mən daha yaxşı cəsusam, siz nə deyirsiniz, mən onu eləyəcəyəm, biraz pula görə. Ya verirlər, ya da vermirlər, ya da təhdidlə. Bizim dünyamızın vəziyyəti budur. Qərbin ictimai-siyasi sistem və strukturu bütün bu şiddət və qarşı durmalara səbəb olan bir dənə fəlsəfə və təməl üstündə qurulub. Bunların ideologiyası xarabdır. Ona görə bu baş verir. Onların cəmiyyətində də bu baş verir. Qısa formada bunları deyim. Kapitalist düşüncəsi, yəni nəyin bahasına olursa pula çatmaq, sərvətə çatmaq. Kapitalist dünya görüşü bunun üstünə qurulub. Pul əldə eləmək. Zahirdə bir qanunlar, məhdudiyyətlər tətbiq eləyiblər ki, hər kəs hər necə istəsə pul əldə eləyə bilməsin. Amma bir dənə bir bariyer var. O bariyeri keçdi, pulu çox oldu, artıq nə istəsə edə bilir və necə istəsə pul qazana bilir. Çünki başının üstünə dayanan bir güc, qüdrət olmur ki, ona desin ki, sən bu cür pul qazanma. Və bu günləri qərb dünyası bu pul qazanmağa görə insanların abrını aradan aparıb. İnsanları həyasız eləyib, iffətsiz, namussuz eləyib. Məqsəd nədir? Pul qazanmaydı. Kapital toplamaydı. Budur hədəf. İnsanın hədəfi budur dünyada. Pulun çox oldu, sərvətin çox oldu, qüdrətə çatırsan. Bu onların ideologiyasıdır ya. Qərb insanının baxışı budur, fəlsəfəsi budur. Mən onlara bir böhtan da atmıram. Onların kitablarını gedin oxuyun, görün nələrin üstündə qurublar cəmiyyətlərini. Biraz xristiyanlıq və biraz da Yahudi dini hələ onların əl-qolunu yığa bilib. Çünki dindir deyə, təhrif olunmuş da olsa dindir. Dini anlayışlar var orada. Biraz onların bəzilərində biraz qorxu yaradıb. Yoxsa o da olmasaydı tamamilə bir vəhşi, yırtıcı heyvana dönərdilər. Kimin pulu və qüdrəti var, o ağıllı və ləyaqətli insan sayılır. Cəmiyyətin önündə duran, hörmətli olan insan odur. Rəyasət postuna pulu və qüdrəti olan insanlar qalxa bilir. Olan seçkilərinə baxın. Seçkilərdə adətən kimlər öndə gedir və namizəd verir? Milyarderlər. Pulu olanlar. Nədən doğur bu? Onların baxışından. Pul oldu, ağıllı və ləyaqətlidir. Pulludursa qüdrətlidir. Bu insan çıxıb cəmiyyətin başında prezident olsa, rəis olsa, başçı olsa, cəmiyyəti də belə pul qazandıracaq. Bu cür seçkilərə gedirlər. Digər sərvətli, imkanlı, qüdrətli insanlar da onların ətrafında yığılır. Məsələn, seçki kampaniyası üçün və yaxud da bir qüdrət yaratmaq üçün lobbi təşkil verirlər. Və yaxud da elə bir dənə qüdrətli qrup dəstə yaradırlar, bir namizədi seçirlər, onu verirlər qabağa, arxa plandan özləri onu idarə edirlər.
Əsl qüdrət arxadakı o varlılardır, kapitalistlərdir. Onların cəmiyyətinin quruluşu budur. Bu ideologiya, fəlsəfə və nəzəriyyələr üstündə qurulub. Amma dini ilahi cəmiyyətdə kimlər namizəd verilir, hörmət olunur, ləyaqətli və hörmətli insan sayılır, ağıllı, elmli, təqvalı insanlar. Dinin meyarı budur. Saf, ağıllı insanların, yəni günah etməyən, nəfsinə tabi olmaq istəməyən və cəmiyyəti də bu cür sağlam şəkildə görmək istəyən insanlar, ailəsini qorumaq istəyən insanlar, övladlarına, o övlad sevgisi ilə istəyir, övladı yaxşı adam olsun, xoşbəxt olsun, cəmiyyətdə batıb getməsin, narkoman olmasın, pozulmasın, gecələr gedib qıraqda gəzməsin, evdə olsun, valideyninin sözünə qulaq assın. Biz bu cür tərbiyə almışıq və övladlarımızı da bu cür istəyirik. Böyüdək, yetişdirək, tərbiyə eləyək. Bunların da meyarı bu olmalıdır. Ağıllı, elmli, bir də təqvalı. Cəmiyyət olsun, onun başında da belə adamlar dursun. O vaxt bu cəmiyyət həm dünya əmin-amanlığına, xoşbəxtliyinə və bolluğuna çata bilər, həm də axirətini qazana bilər. Amma qərb quruluşu ilə, sekular, liberal bugünkü bu qərb qüdrətinin bu rəhbərliyi ilə insan axirətini ki heç dünyasını əldə eləyə bilməyəcək və dünyada daima müharibə olacaq, təcavüzlər olacaq, işğal olacaq, bir də haqsızlıq olacaq. Bu günləri onların ideologiyası bu qarşıdurmanı yaradır. Bu rəqabət ki yarandı insanlar arasında və o rəqabət qeyri-sağlam rəqabət oldu, pul və qüdrətlə oldu. Onlar da belə bölüşdürüblər də ki, cəmiyyət tamam dağılmasın, bu rəqabətdə kim seçildi xalq tərəfindən, o birilər dayanmalıdır. Susmalıdır, vaxtını gözləməlidir. Məsələn üçün, Amerika dövlətində 2 dənə partiya var, əsas qüdrət var. Respublikaçılar və demokratlar. Orada da pullular, qüdrətlilər qabağa keçir. O mübarizədə, rəqabətdə biri seçilir prezident postuna. O birilər gərək gözləsin. Bu cür bir sakitlik yarada biliblər. Yoxsa tufan olardı onların cəmiyyətində. Nəyə görə? Çünki nəfsdir. Nəfslərini belə aram eləyiblər. Amma bu düzgün bir gedişat deyil. Öz ölkələrin daxilində bunu tənzim eləyə bilirlər nisbi. Bu harada özünü göstərir? Dünyada özünü göstərir. Artıq dünyada bunu kontrol eləmək olmur. O öz qeyzlərini, qəzəblərini başqa ölkələrin başına tökürlər. Bu günləri Quds günüdür. Quds günü də digər müqəddəs münasibətlər kimi haqsızlıqla mübarizə aparılan gündür. Qudüs günü təyin olunub. Qudüs günü əsasən Fələstin ölkəsinin işğalına görə təyin olunan gündür. Bir də Məscid-ül-Əqsa, Qudüs məscidinin işğaldan azad olunmasına görə təyin olunan gündür. Və ən əsas da dünyanın ən qəddar qüdrəti olan Siyonizm qüdrəti ilə mübarizə aparılan bir münasibətdir. Bu Qudüs günü və bu kimi münasibətləri dediyim bütün bu mənalara görə gərək qabarday, ucalday və daima qeyd eləyək. Nəyə görə? Çünki bunlarda yatıb o quldurlar, o cinayətkarlar, o zalimlər ki var, bu günləri bəşəriyyətin başına bu müsibəti açırlar. Bu münasibətlərlə biz ən azı öz sözümüzü deməyi bacaracağıq və etirazımızı edə biləcəyik. Bu da olmasa
artıq bizi tamamilə pərakəndə eləyib, daha pis müsibətlər başımıza gətirə bilərlər.